Salam aleyküm, hardayam deməli. Hökməli qov yolunda 41.000 manat. Bəli, 41.000 verirsən, sənə bir dənə günün cekpotu deyil. Bu səfər ilin cekpotudur. 41.000 manatı kupsalı bu boyda həyətdən, 7 maşınlıq həyətdən ev görmüşdün. Mümkün olası şey deyil də. Şəxsi, yenə də deyirəm, şəxsi öz evimizdir. Makar haqqısız, pulsuz, parasız. Pul istəmirik bu evdən. Yəni qiymət ideal, qaz, işıq, su, mərkəzi kanalizasiya, yaşayış üçün hər şey var. Yer haqqında tam məlumat verim, sonra keçib evin içərisindən tanış edəcəm sizə. Həyətə bax, həyətin gözəlliyinə bax. Bunlar indi hamısı yığışılır, tumbalara akkantları vurulur. İndi mən emsiya vurulurdu, səbrim çatmadı. Dedim, qutarmamış, gəlim çəkim. Yəni buradan çıxıntı da çıxarmışıq. İstəyən olsa bir otaqda rahatlıqdan bax bura qədər artıra bilər. Bunun tumbası ilə, pilləkənlə orta ilə gələcək. Padvalına bax, rahatlıqdan. Məndə 1.73-dür boy. Bax boy dəymir. Qupqurudur yer. 1 qram su tutan yer deyil də. O cür yağışlardan çıxdıq. Yəni bura 1 qram da su tutan yer deyil. Yəni kürsün görürsünüz də 9 daş kürsüdədir. Qiymət ideal, evin özü ideal. Yerləşmə yer haqqında tam məlumat verirəm sizə. Üst plaşno kəmərdir, alt plaşno kəmərdir. Üstünüz varsa gətirib yoxlatdırıb baxa bilərsiniz. Qiymət haqqında tam məlumat verirəm sizə. Bax kombini xəttləri çəkilib. Suyu həyətə birləşdirilib. Qazı yanında, işığı yanında. Buranın istipolu vurulub. Bax istipolun xəttləri verilib, santexnik işi görülüb. Yəni bu vəziyyətdə 41.000 manatdır. Tam hazır istəsin amma 50.000 manatdır. Yəni sənətinə, sübutuna görə idealda panorama pəncərələr boydan boya. Yəni görsəniz, üstü splaşno kəmərdir. Hər bir tərəfi qoşadaşdır. Burada bir dənə zal studiyo otaqdır. Belə bil mətbəx yığılacaq belə. Bir dənə zal studiyo böyük otaq qalacaq. Buradan da gəldi bir dənə böyük otaq. Burada ölçülərə baxın, çox genişdir, idealdır. Mən öz evlərimi əsasını çəkmirəm, amma bu evin qiyməti idealdır həqiqətən də. Hər bir tərəfə çıxışı var. Bir tərəfə çıxır. Megastordan biraz qabağa gəlsən Fırıncıoğlu Yaşıl Market tərəfə. Bir tərəfi çıxır amma Bakı-Şamaxı yoluna. Hər bir tərəfə yolu çıxışı var. Evin üstünlüklərini istəyirəm. Sol tərəfi ev olmayacaq, yoldur. Qabaq tərəfə heç bir vaxt ev olmayacaq. Arxa tərəfdə yoldur. Yəni 3 tərəfdən yoldur. Plusu da var ki, arxa tərəfdə 3 metrə yaxın həyət də buraxmışıq. Yəni yox söhbəti yoxdur da yəni bu evdə. Və buradan da gəldi. Bir dənə də burada geniş yataq otağı da otaqların ölçüləri idealdır. Yəni sən bugünkü gündə bazarda bu qiymətə ev görmüsənsə yerləşmə yerinə görə deyirəm ha. Gəl bu evdən pul istəmirəm səndən. İdealın idealı. Makar haqqı vermirsə, birbaşa gəzdi gəlib çıxmısan, gəl aldı da. Yəni bundan oyna, sən ev axtarma. Həqiqətən bu ev sənə biraz balaca gəlir. Sənin külfət biraz ailə böyüdürsə, bunu artıra da bilərsən. Plus yanında altı qarajın var. 87 kvadratdır evin kvadratı. İstəsən gəlib onu da ala bilirsən. Həyəti bundan da böyüdür. Onu da gələrsən qiymətdə düzəliş gəlir. Yəni idealdır. Onu da verir 48.000 manata. İstəsən gəlib ona da baxa bilərsən. Sağ olun, var olun.